Bugün milli qəhrəman, polkovnik Şükür Həmidovun 50 illik yubileyidir. O, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlər göstərib. 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecədən başlayan Tərtər və Cəbrayıl Füzuli istiqamətində gedən döyüşlərdə şücaətlə iştirak edib. 2020-ci il oktyabrın 22-si səhər saatlarında isə Qubadlı rayonunun azadlığı uğrunda gedən müharibədə Mahmudlu istiqamətində ön xəttdə şəhid olub. Həyat yoldaşı Könül Həmidova deyir ki, hərbi xidmətdə iş başında olduğu üçün heç bir zaman ad gününü evdə qeyd eləmirdi. Amma sonuncu doğum gününü 45 yaşını ailəsi ilə birlikdə keçirib. Bu da milli qəhrəmanın ailəsi ilə birlikdə keçirdiyi ilk və sonuncu doğum günüydü. Sanki onun şəhid olacağını bilirmişik kimi onu elə bir Allah həmin gün bizə göndərdi ki, həmin gün biz onu qeyd elədik. Çox ağır, mənim üçün həqiqətən çox ağırdı. Onun haqqında danışmaq, bütün xatirələrimi bölüşmək. Şəhid Şükür Həmidov 2016-cı ildə Lələtəpə döyüşlərində iştirakı zamanı ailəsini qardaşına etibar eləyir. Orada Şükür bizə heç nə bildirmədi. İlancaq demiş ki, gəl uşaqların yanına. Getmişdim orada döyüşlər getdi Lələtəpəni. Hardasa bir 35-40 dəqiqə müddətinə azad elədilər. Şükür çox dedikcə nətər deyim sizə, vətənpərvər, ailəpərvər, qohum-əqrəbəni sevən bir insan idi. Milli qəhrəman Şükür Həmidovun ən böyük arzusu doğma Qubadlısını azad görmək idi. Şəhidlik zirvəsinə yüksəlməzdən 3 gün öncə oğlu ilə əlaqə saxlayır. Bu dəfə isə həyat yoldaşını və qızını oğlu Nurlan Həmidliyə əmanət eləyir. Cənnətdə ad gününü atamın təbrik eləyirəm. Bir tərəfdən qürur duyuram, bir tərəfdən də üzülürük. Amma ən uca məqamdır, fəxr eləyirəm ki, mənim bu cür atam var. O, Qubadlı rayonunun azad edilməsində qəhrəmanlıq göstərərək həsrətində olduğu doğma yurdunda şəhidlik zirvəsinə ucaldı. Qeyd eləyək ki, Qubadlı rayon Xanlıq 3 sayılı kənd tam orta məktəbinə milli qəhrəman Şükür Həmidovun adı verilib.